Murad Kərimli 2002-ci ildə Neftçala rayonunun Qaçakət kəndində anadan olub. Musiqiyə olan dərin marağı onu Salyan şəhərindəki Qulu Əsgərov adına Salyan Uşaq İncəsənət Məktəbinə gətirib çıxarır. Burada xanəndə Babək Kərimovdan muğam dərsləri alaraq sənət yolunun ilk addımlarını atıb. İncəsənət Məktəbini bitirdikdən sonra 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. Burada tanınmış pedaqoq, əməkdar müəllim Qəzənfər Abbasovdan muğamın incəliklərini öyrənib. Eyni zamanda əməkdar müəllim Hacı Aqil Məlikovdan qəzəl dərsləri alıb. Təhsil illəri boyunca xalq artistləri Mənsub İbrahimov, Feruz Səxavət, Aygün Bayramova və əməkdar artist Zakir Əliyev kimi sənətkarların bilik və təcrübəsindən bəhrələnib. O, müəllimlərinin üzərindəki əvəzsiz zəhmətini hər zaman yüksək qiymətləndirir. Murad Kərimli Azərbaycan Milli Konservatoriyasında həm bakalavr, həm də magistr təhsilini uğurla tamamladıqdan sonra elmi fəaliyyətini davam etdirmək qərarına gəlir və hazırda qardaş Türkiyədə sosiologiya ixtisası üzrə doktorantura təhsilini davam etdirir. Azərbaycan xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan Murad Kərimli bir çox dövlət tədbirlərində və televiziya kanallarında yayımlanan musiqili proqramlarda uğurla çıxış etmişdir. Gənc xanəndə olaraq şəhid və qazi ailələrinin tədbirlərində təmənnasız iştirak etməyi özünə mənəvi borc hesab edir və bu missiyanı böyük məsuliyyətlə yerinə yetirir. Biz də bu istedadlı gəncə gələcək sənət və elmi fəaliyyətində uğurlar arzulayırıq.